Mehriban Famidova Sadıqova. Sadıqova əslən Əmircanlısınız Bəli. və ölkədə yeganə zərgər qadınsınız. Şəbəkəçi zərgərdir. Yəni məndən sonra çox qızlar öyrəndilər, bir balaca işlədilər. Sonra bu işin dalını davam eləyə bilmədilər. Yəni ki, ailə ilə, ya çətinliyi ilə bu işin çətinliyi var. Və davam eləməyib yarıda buraxdılar. Yəni məndən sonra. Şəbəkəçi zərgər mənəm Azərbaycanda. Nə deməkdir şəbəkəçi zərgər? Rus dilində filigran. Yəni nazik saplarla, məftillərlə işləmək. Bir var montirovkadır, bir də var şəbəkəçi. Şəbəkəçi işi zərgərliyin şahı adlanır. Yəni çox zərgərlər ola bilər, amma şəbəkəçi ola bilməz. Yəni şəbəkəçi zərgər ola bilər, amma hər zərgər şəbəkəçi ola bilmir. Və bu nazik saplarla, iplərlə olan, baxın, belə bir Xarı bülbülüdəki bu kompozisiyanın ortasına qoymuşam. Bu broşdur. Bu da broşdur. Bu sırğadır. Bunlar hamısı artıq satılıb. Hə. Göyərçindir. Baxın, içində olan nazik tellərdir. Türklərdə də var belə bir sənət. Onlar tərkari adlandırır. İranda da var. Amma bunların içində ən incəsi Azərbaycandadır. Yəni fərqlidir bizim şəbəkə işi ilə İranınki və ya Türkiyənki. Ən incəsi və ən çətini Azərbaycandadır. Siz necə oldu bu sənətə seçdiniz? Sizə Mən əslən diplomla müəlliməyəm. 15 il müəllim işləyəndən sonra diplomum ibtidai sinif müəllimi. Müəllimliyi atıb öz hobbim, bu mənim hobbim idi. Hobbimi arxasıca getdim və oldum zərgər. Və bu sənətlə dünyanın bir neçə ölkəsini, 10-15 ölkəsini gəzmişəm. Yəni dövləti Azərbaycanı digər ölkələrdə təmsil eləmişəm. çox maraqlıdır. Amerikanı, Fransanı, Türkiyədə, Qazaxıstan, Özbəkistanda. Başqa ölkələrdə varmı qadın zərgərlər? Bizim ölkədə biraz qeyri-adi sayılır, amma digər xarici ölkələrdə qadın zərgər olmaq bir normal sayılır. Yəni Azərbaycanda bu iş kişi sənəti sayılır, amma başqa ölkələrdə elə deyil. Bəs niyə görə bizdə belə axın yoxdur bu sahəyə qadınların? Çünki çətin işdir. Yəni orada güc tələb olunur, hövsələ tələb olunur, alovla işləyirsən. Yəni Nə güc? Fiziki güc, yəni. fiziki güc tələb olunur əlbəttə. Zərgər üçün. Əlbəttə. Bu. Siz axı orada Fiziki güc tələb olunur. Elə şey var ki, onun güc lazımdır. misal üçün hansı işdə? Metalı əridirsən, karandaş halına çevirirsən. O karandaş halını məftil halına çevirmək üçün güc tələb olunur. Onu valsdan keçirtmək üçün, dartmaq üçün, həddədən dartmaq üçün. Buna fiziki güc də lazımdır. Bəs bu sizin bu seçiminizə necə yanaşıblar evdəkilər, valideynlər? Evdəkilər, valideynlərim inanmırdılar ki, mən zərgər ola bilərəm. Biraz kəm hövsələ insanam, amma bu zərgərlikdə gərək hövsələli olasan. Heç inanmırdılar. Birinci dəfə gətirib evdə göstərəndə ki, bu mənim ilk əl işimdir. Çox maraqlı gəldi onlara ki, inanmırdılar bir sözlə. Sonra ki, bütün dünyanı gezdim, ondan sonra alqışladılar. İndi planlarınız necədir? İşinizi get-gedə işiniz belə vüsət alırmı ya? Vüsət alır deyəndə ki, bu iş dövlət tərəfindən necə deyim sizə, dövlət tərəfindən irəliyə aparılmalıdır. Onu da mən görmürəm. Siz müraciət eləmirsinizmi müvafiq? Çox dəfələrlə. Hansı orqanları, hansı dövlət? Mehriban Əliyevan qəbulunda da olmuşam. Bizim nazirlikdə də, Mədəniyyət Nazirliyində də olmuşam. İstənilən qurumlarda da olmuşam. Yəni bunu zamana elə bir zamanadır ki, tanış-bilişlə gedirlər qabağa. Sənətlə yox. Çox maraqlı. Sənətlə Allah aparır. Allah aparır. Allah aparır və genişləndirir. O genişləndirəndə onun qabağında heç kəs dura bilməz. Firdavs fələk olsun dura bilməz. Mənim bura gəlməyim və sizlərlə tanış olmağım da bir
yol açıqlığıdır yəqin. Hükmülahi. Hiçbir şey dünyada səbəbsiz deyil. Səbəb buranın Hər şeyin də zamanına, əmircanlarla tanış tarixinə Allah olmaq. yetişdirir. Allah yetişdirir.